Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 22 iyuldur. Saat 5:43-dür. 3 dəqiqə sonra avtobus gəlməlidir. Bugün otpuskadan çıxdığım gündür. Gedirəm Malochna kuxnyaya. Birinci avtobusumuza çatdırmışdıq. İndi növbə ikincidədir. Saat 7 işləyib, gəldim, çatdım. Deməli qızlar, gəldim, çatdım. Saat 6:10-dur və qapının ağzında bir kişi dayanıb. Düz qapının ağzında. Biraz da içki hissi gəlirdi. Dedim, indi mənlə bir girər. 6:30-da ancaq mən cəmaat üçün qapını aça bilərəm. Pal-paltarımı gətirmişəm, iş pal-paltarımı. Yulə dünən zəng girib smeni verir. Deyirəm ki, Yulə, adamlar necə gəlir? Çox gəlirlər, az gəlirlər. Adətən ayın axırı az gəlməlidirlər. Deyir ki, gün nə qədər yazılıbsa hamısı gəlir. İstidən pişdim. Hava elədi ki, bir yağış yağacaq. Amma tərirdim. Girdim, qapını bağladım, dayanıb orada. Yəqin gözləyir ki, 6:30 olsun, sonra girsin. Adımı səhv yazmışdım deyən girmədi. Baxdım, bugünə 81 nəfər gəlməlidir. Diz kompüteri qoşdum, əynimi dəyişmirmiş. Dedim, birdən kişidir də. Qapını döyər ki, açın. Açın, mənim südümü verin. Bugün süd günüdür. Süd günüdür deyən mütləq və mütləq kurtka giymək lazımdır üstdən. Yəni uzun sözün qısası branjilet. Branjilet. Çünki karabkalar ağır olur. Adam sinə sağlayır. Nə bileyim, otpuskaya gedəndə eləmişdim. Xalatımı falan aparmışdım yumağa. Branjiletimi aparmışdım yumağa. Gələndə tələsik elədim. Nətər qattaladım bilmirəm. Elə bir xalatdır ki, qattalamaq da olur ürəkli. Aşırmadır deyən. Bugün neyini? Bugün sizlə danışaq da ancaq söhbət edəyik. Malochkadayıqsa demək nədir? Söhbət rubrikasıdır. Ürəyim sıxıldı. Gedək. Branjiletimi də götürüm. Gedək görək nə var, nə yox. Bax, süd karobkalarımız dəyişilib. Deməli qızlar, bildiyiniz qədər biz burada öz qrafikimizlə işləyirdik. Yəni hökumətin qrafiki ilə yox, özümüz üçün qrafik qoymuşduq, hələ işləyirdik. Bir ay bundan qabaq Elmancilin Malochkasına qoydular. Pravada çəkdilər ki, kamera qoysunlar. Dünən də bizə pravada çəkiblər ki, kamera qoysunlar. Belə deyim də, əgər Moskvada 500 dənə Malochna kuxnya varsa, misal üçün deyirəm, onun 200-ündə kamera var idi, 300-ündə yox idi. İndi bütün Malochkalarda kamera olacaqdı. Kamera olandan sonra biz hökumətin qrafiki ilə işləyəcəyik. Yəni saat 3-də evə qaçmalar olmayacaqdı. Çünki bizim rukovoditelin də rukovoditeli var və o pastayan общий qrupaya şəkillər atır ki, baxın bu texnik niyə belə elədi, bu niyə belə oturdu, bu niyə belə durdu, bu niyə belə yatır, bütün gün telefondadır, nə bilim nə, belə şikayətlər yazır. Onların da kuratorları başlayırlar cavab verməyə texnikin yerinə ki, niyə mənim işçim belə edir. Biz istəmirik öz kuratorumuzu podstavit eləyək, ona görə görək də. Hətta biz bundan qabaq Elmanla başqa yerdə işləyirdik, oranın kamerası var.
Postoyanно onlardan nəsə video atanda, şəkil atanda biz görürük o qızları. Elman onlarla danışır eləyir. Onlar deyir ki, bizim eşvecimizə deyil, kim bizə baxır, kim baxmır. Biz saat 3-də gedirik evə. Görək də. Biraz dincəlim, bu kişini yola salım. Sonra şey eləyərəm, sonra sizinlə söhbət eləyərəm. 8 dəqiqə var hələ açmağa. 6:30-da gedirəm qapını açım. Можно еще раз? Да. Здравствуйте. Здравствуйте. До свидания. Deməli qızlar, dünənləri şey yazdırmışdım. Daha doğrusu çoxdandır yazdırmışdım. Bizdə bir sizə nətərdə bir həkimə yazılmaq üçün bir həftə falan gözləməlisən. Sırası yazılmaq olmur. Neyse, çoxdan da ayın 21-nə yazdırmışdım stomatolog xirurqa. Çünki stomatolog terapevtdə zapis yox idi. Ki ona verilən направление, hansı ki pulla направление var idi. Bizə dedilər axı ki onu adi poliklinikaya gedirsən həkimə. Həkim sənə onu peripsat eləyir, pulsuza göndərir. Pulsuz snimak, rentgen falan filan hamısını göndərir. Hə. Şey mənə dedi ki, podruqam dedi ki, adi həkimə get, adi uçaskovi həkimə, hansı ki leçi vraçdır da. O sənə peripsat eləyəcək. Biz də onun yanına getdik, dedi ki, mən sizə peripsat eləyə bilərəm, amma siz birinci stomatoloqa getməsiniz, diş həkiminə. Diş həkimi atqaz eləsə mən sizə bunu eləyə bilərəm də. Öz nömrəsində qoydu, kişi idi. Biz də
kişi həkimlər heç biri rus deyil. Neyse, ne ruski idi. Öz nömrəsini yazdı, направлениyanın dalından dedi ki, əgər sizə kimsə atqaz eləsə, mənə zəng edin deyin, mən sizə направление yazaram Morozovskiy больницaya ki, uşağın dişini rengine brekete hazırlasınlar. Bura gəlir yəqin. Bura gəlir. Stomatolog terapevtdə zapis yox idi. Stomatolog terapevt diş düzəldənə deyirlər. Mən də stomatolog xirurqa yazdırdım. Hansı ki diş çəkənə. Fikirləşdim ki, nə fərqi var? Diş həkimidir. Mənə lazımdır ki, hər hansı bir stomatolog направлениyanı düzəltsin. Dünən də gedibdi Ruslanla Ləliş. Mənə zəng elədi ki, mam, həkim sənlə danışmaq istəyir. Dedim, ver danışım. Mən işdəydim, gedəmədim. Pekarniyadaydım. Həkim mənə deyir ki, mən sizə rengenə göndərəm. Amma ki, o направлениyanı ortodont verməlidir. Deyirəm ki, даже pediatr dedi ki, həkim sizə atqaz eləsə mən verərəm də. Yəni onun nə fərqi var ki, ortodontdur, terapevtdir, xirurqdur. Mənə dedilər ki, любой stomatolog bunu yazmalıdır. Deyir ki, yox, bizdə onu ancaq ortodont yazır. Ortodont da mən niyə eləyirəm? Ortodonta 2-3 aya yazılırsan. Yəni heç yox ortodonta olmur. Bu yaxınlar ərəfələrə zapis olmur. Mən Ruslan yazdırımda 2 ay gözləyirəm. Deyirəm ki, siz başa düşürsünüz ki, bu oktyabrda uşağın 18 yaşı olacaq da 18 yaşından sonra da pullu olacaq da 2 ay onda mən nə gözləyirəm ki? 2 aydan sonra ortodonta zapisimiz gəlib çatacaq. Ortodont yazacaq. Mən də bu направление yazacaq. Orada da 2 ay o sırta duracaq da oktyabr olacaqdır. Dedi ki, heç cürə eləyə bilmərəm, ancaq və ancaq ortodont. İndi vaxt oturmuşam kompüterin qabağında, istəyirəm ortodonta yazılım. Görüm yaxınlarda hansısa bir, onsuz da Ruslan da yazmalıyam. Ruslan iyunun axırı getməliydi. Ruslan taxmır ki, alt dişlərinin plastinkasını. İndi üst dişlərini eləməliyik, heç altı taxmır. Deyir, mam, orada yaxşıdır, evə gələndə girmir ağzıma. Hər dəfə həkimə gedib gələndən sonra elə deyir. Bizdə elə yaxşı idi ki, qızlara pastayanı taxırdılar. Ruslan deyir ki, yox, ancaq gecə yatanda taxmalısan. Niyə bilmirəm. Neyse, gətirim ikisini də ortodonta yazdırım. Görüm bu yaxın ərəfələrdə, bu yaxınlarda hansı günən açıq akkoşka var. Bir tərəfdən də dəli şeytan deyir ki, bəlkə Участковая zəng edib deyəsən ki, ay Участковая, nə olar mənə направление yaz. Qoy indi ortodontu yoxlayım, görüm nə deyir. Ondan sonra, hələ o qədər danışılası şeylər var. Deməli qızlar, indi başqa temadan danışmaq istəyirəm. Danışılası o qədər tema var ki, hamısını bu günə saxlamışım elə bilim. Nəysə, ayın 19-u, 18-i işləyirdik deyən 19-u. Getdik Domodedovo, yadınıza gəlirsə, yox, oynatmayacağım. Yadınıza gəlirsə, biz geodezist çağırmışdıq ki, bizim torpağımızı ölçsün. Bizə hansı toçkadan hansı toçkaya kimi zabor çəkməliyik, onu desin. Bizim də geodezist dedi ki, sizin qonşunuz sizə 20 sm hər iki tərəfdən giribdir və bu da hardasa 9 kvadrat metr eləyir. Biz də bizə dedi ki, istərsəniz dava aça bilərsiniz, istəməzsiniz mirna reşat eləyərsiniz, deyərsiniz ki, onun özü tək insandır, Sergeyin özü. Deyir ki, onsuz torpaqdır da, yer çoxdur, yəni dava açmaya da bilərsiniz. Başladı bizə belə bir deməyə. Biz dedik ki, hərdən yekə torpaqdır, 20 santimin sözünü eləyəcəyik, nə bilim nə. Sonra evə gəldim, dedim ki, 20 santim buradan, 20 santim buradan. Elə bil ki, qızlar, baxın. Elə bil ki, bu bizim torpaqdır. Belə, 4 bucaqlıdır. Kvadrat deyil, 4 bucaqlıdır. 25 santim buradandır, 40 santim, santim neydi? 25 metr belədir, 40 metr belədir. Və bu 40 metrdən bu
20 santimini götürüb özünə. Qonşumuz bizim torpaqdan götürüb özünə. Fikirləşib ki, Günel yolun qırağındadır, buradan Günel özünə artırar, vəssalam. Mən niyə artırmalıyam? Hökumət mənə hamı kimi 10 sot veribdi. Hamı kimi hökumət mənə də 10 sot veribdi. Bu mənim uşaqlarımın haqqıdır, dolyasıdır, hissəsidir. Bizə çox uşaqlı olduğumuza görə veriblər. Mən evdə fikirləşdim ki, heç kimə də ustupqaya getmirəm. Bu günə kimi hamıya ustupqaya getmişəm. Həmişə olmuşam, udobnaya olmuşam. Həmişə ruslarda elə bir söz var da. Yəni ki, heç kimi incitməmişəm. Nə olubdu? Axırda nə olubdu? Hardasa qazanmışam. Bircə 4 dənə balam var, şükür Allaha. Başqa heç harda qazanmamışam. Daha mən udobna olmayacam. Dedim ki, yox, bu mənim uşaqlarımın haqqıdır. Mən zakonla işləməyi sevirəm. Hökumət mənə bu 10 sotu verib, bu 10 sotu verib. Mən burada da, öz torpağımda da evimi tikəcəm. Mən niyə buradan kimlənsə götürüm, yolun qırağından oğurluyum, ya nəmsə, niyə? Sabah nəsə yoxlama olanda deyəcəklər ki, Günel zaboru çək yerinə qoy. Həm də mənə ştraf yazacaqlar. Mən də bu götürdüyüm artıq yerdən təzən zaboru qoyacam yerinə. İburdan qısıq, İburdan məndə уже 10 sot yox. Mənim 9 sotumu götürübsə, 9 kvadrat metr, уже çaşırmır, 9 kvadrat metrimi götürübsə, demək ki, onda mənə düşür 991 kvadrat metr, belə düşür. Nə bilim, yadından çıxdı, nəysə ki. Amma ona düşübdü 10 sot yox, hələ biraz buradan götürübdü məndən, biraz qabaqdan belə götürübdü, özünə qoyur. Nəysə, mən buna yazdım WhatsApp-la, həmən günü yazdım ki, bizim geodezist gəlmişdi, torpağın toçkalarını ölçməyə, po normativам, po zakonu, hamının toçkasını geodezist zakaz eləmədilər, geodezist gəlib ölçməlidir, deməlidir, sənin torpağın hardan hara kimidir, sputniklə baxır, yəni ağlından yazmır, sputniklə baxır. Hardan hara kimidir ki, heç kimin qəlbi qırılmasın, heç bir qonşu bir-birindən küsməsin, hamı öz haqqını olanı eləsin. Bu da, indi mən də buna yazdım ki, gəlin, biz qonşuyuq, gəlin paxaroşumu, yaxşılıqla bu işi çözək. Siz zaborunuzu biraz geri çəkin. Çünki bizim geodezist o dəmirləri yerinə soxa bilmədi. Ona görə ki, sizin zaborunuzun arxasındadır da, sizin həyətinizin içində olmalıdır mənim 4 dənə toçkam, digər 2 toçkam. İndi bu mənə WhatsApp-dan heç nə oxumadı, nə bir şey, bir dənə qalıcqaydı. Dünən də eləmədim tənbəllik, SMS-lə göndərdim. Çünki Max-da yoxdur, Telegramda yoxdur bu adam. SMS-lə göndərdim. Bugün mənə səs atıbdı. Yazıb ki, səs atıbdı. Səsdə deyir ki, mən heç nəyin yerini dəyişməyəcəm 100%. Vaxtında gələrdiniz. Bu nə deməkdir? Vaxtında gələrdiniz nə deməkdir? İstər mən 10 il sonra gəlim eləyim. Ona nə dəxli? Hökumət sənə verəni götür də. Niyə artıq götürürsən? Vaxtında gələrdiniz. Bizim hətta qonşu ilə, arxasındakı qonşu ilə düpədüz gedir axı zaboru. Bizim hətta qonşu ilə zaborumuz bir liniyada gedir. Mən gedin təzə geodezist çağırın. Niyə? Mən niyə geodezist çağırım təzə? Mən niyə əlavə pul verməliyəm ki? Bu gələn geodezist ağlından yazdı ki, sputniklə yazdı da hər şeyi. Papaya deyirəm ki, papa, не хочет по-хорошему, значит, надо по-плохому. Podrugama dedim, podruga dedi ki, mənə indi tekst yazıbdı ki, bunu göndər ona ki, geodezist zabordan zabora ölçün. Mənə deyir ki, mən zaborumdan sonra 10 sot ölçün, olsun sizin nöqtəniz. Sən ağlınla mən oturdururam. Nəysə ki, bu işi həll eləmək lazımdır. Qonşuya adam dilində yazdım ki, torpağımızı boşaldın. O da yazdı ki, boşaltmıram. Yəni, lori dilinə çördüm. Mən deyirəm də, mənim işim daşdan keçirəmişəm. Mən hər yerdə nəsə qabağımda bir daş olmalıdır. Niyə elədi, bilmirəm. Sonra, dünən neynədim? Dünən, ayın 19-u, papa dedi ki, papam bilsiz necə insandır, sahdır. Deyir ki,
Mən bilirəm də siz elə bu taxtaları, dəmirləri qoydunuz, illərlə yaddan çıxacaq yenə torpaq. Deyirəm ki, yox papa, mən bu torpağı öhdələndim də, istəyirəm üstünə nəsə eləmək. Biraz keçir yenə deyir. Yox, sən yenə də gəlməyəsən, yenə də üstünə düşməyəsən. İstəyir ki, nəsə eləyək orada. Hə, dedim ki, yox papa. Prosta bu gün yorulmuşam, 19-a hələ uşaqlarla gəzməyə gedəcəm. 20-si işdə baxaram. Bütün başqa nə işlər lazımdır, hamısını 20-si günü eləyərəm. Deməli, 20-si günü nəyə baxdım? Yenə deyirəm, mən qanunla işləməyi sevirəm. Mən istəmirəm, mən düzgün adamam, həqqi düzgün adamam. Mən istəmirəm qonşu dediyi kimi durum öz başıma ağacları kəsim tulluyum. Götürdüm, yazdım administrasiyaya ki, mənə razрешение verin bu ağacları kəsib döyməyə. Administrasiyada mənə zəng eləyib deyir ki, hansı adresdə yerləşir sizin torpaq? Siz niyə zaявленияda adresi yazmamısınız? Deyirəm ki, mən ora kadastrovый номер yazmışam, YGR-nə göndərmişəm. Orada hamısı adres yazılıbdır. Harda yerləşdiyi yazılıbdır. Deyir ki, hansı paroda ağaclar var? Deyirəm ki, parodası sasnadır, sasna ağacı. Deyir ki, sasna ağacı 10.000 rubuldur. Bir dənə ağacı kəsmək 10.000 rubuldur. Sizdə neçədən ağacdır? Deyirəm 30-30'dan çox. Ondan sonra mənə qiyməti dedi. Mən birinci kolичествosunu dedim ağacların. Ondan sonra dedi ki, sasna ağacının birini kəsmək 10.000 rubuldur. Mən də oturdum fikirləşdim ki, vay 10.000 rubuldan bir ağac, 30 dənə ağac 300.000 rubul edir. Deyirəm ki, axı ay xanım, internetdə yazılıb ki, pulsuzdur. Nəyə görə mən 10.000 rubul verməliyəm bir ağaca görə? Deyir ki, istəyirsiniz deyə burada sizin e-mailiniz var. Mən sizin e-mailinizə göndərim şeyi, qanunu da, doqovoru falan filan. Siz özünüz öz gözünüzdən görərsiniz. Açdım doqovoru, oxudum, hər şeyi oxudum. Orada bir dənə punkt yazılıb ki, çox uşaqlılara pulsuzdur. Çox uşaqlılara pulsuzdur. Mən də ona yazdım ki, xanım göndərdiyiniz hər şeyi oxudum və orada yazılıb ki, 4-cü səhifədə 2-ci punkt. Çox uşaqlara pulsuzdur. Bu evlərdə bizə çox uşaqlıq deyən hökumətdən verilibdir. Ondan sonra mən yazdım ki, hə, onda sizə pulsuzdur, düz deyirsiniz. Hə, özümə papa ilə məsləhətləşib, deyirəm, papa, bu adresdir, nəyin harda yerləşdiyini, çox uşaqlı kimi aldığımız, almadığımız, bunun hamısı yazılıb orada, yazılıb, hamısı yazılıb, patlamış da o ərazi ancaq çox uşaqlılara verilibdir. Orada yaşayan bütün qonşularım çox uşaqlıdır. Deyir ki, padruqadan soruşam, deyir ki, indi rus dilində deyir, tutar qataq tutmaz ayranda, yəqin fikirləşib ki, deyim, yoluna düşər, eləyər, pul verər, laf yaxşı verməz. Nə bilməyək, padruqa deyir də. Nəysə ki, onu da həll elədik. Ayın 30-na kimi mənim parubuçni biletim əlimdə olacaq. Yəni ki, icazə kağızım əlimdə olacaqdır. Buna da bir quş qoyduq. Elədiyim bütün planların qabağından bir quş. Sonra nə elədim? Dünən mən yenə nəsə elədim. Dünən bir o ağaclara icazə aldım, qonşuya yazdım. Üçüncü də nəsə var idi, yadımdan çıxdı. Biraz başımı toparlayayım. Qonşu məni bugün çox incitdi, hirsləndirdi, səs atıb ki, mən zaborun yerini dəyişməyəcəm 100%. Mən sizi çağırmışdım onda, zabor qoyanda, niyə gəlmədin? Allah, mən gəlmədim. O deməkdir ki, hoppan üstümə, çıx keş mənim yerimə. O elə deməkdir. Lap istəyərəm 15 il sonra gələrəm, 25 il sonra gələrəm. Torpaq mənimdir, nə vaxt ürəyim istəyir, onda tikirəm. O demək deyil ki, kimsə gəlib mənim yerimə girməlidir. İki səfər, o deyir, 2 səfər ödəmək istəmirsənsə, hər şeyi dəqiq elə də, qanunla elə, mənim kimi elə. Biraz uzun oldu, amma ki, istənmişəm. Da dedim. Если 10 сантиметров это допустимо, тогда я могу и со стороны дороги, со стороны канавы, и со стороны второго соседа по 10 забрать, да? Выходит так? Нет, не стоит отступать по 10 сантиметров со всех сторон. Это, конечно, допустимая погрешность, но она работает в разные стороны. Допустим, у тебя поставил точку, она вот здесь. А у кого-то, допустим, с допустимой этой погрешностью 10 сантиметров будет граница, допустим, в сторону вашего участка. Ну, допустим, на те же 5 сантиметров. И если вы на 10 сантиметров отступите к соседу, то ему, где-то здесь покажет, что 15 сантиметров вы на него заехали. Это уже много, не стоит. Просто ставьте забор по тем точкам, которые я вам поставил. Я всем заказчикам рекомендую ставить забор так, чтобы, получается, вот внешняя граница забора, она
шла четко по тем точкам, которые я поставил. А столбы, на которые вы будете ставить забор, ставить к себе вовнутрь. В таком случае вы избежите каких-либо вопросов со стороны соседей. Короче, bu mənə deyir ki, mən nətər eləyim ki, sosietlərlə problemim olmasın. Deyir ki, qoyduğum toçkalar içəridə qalsın. Baba lənçinə göstərir. İstolbiki də deyir, içəri tərəfdən vurur. Çöl tərəfdən vurmayın. Şəkildə göstərdiyim kimi. Mən də göstərmişəm ki, şəkil elə deyil, şəkil belədir. Yarısı yoxdur torpağımın. Короче, deməyindən belə çıxır ki, lazım deyil. Тем более, если бы ты купила бы böyle ot kıymetinde hesap almıştım, например, и она туда залезла, взял adamın xətrinə dəyərdi, deyərdi, ey, сучка, mən bunlara qədər pul vermişəm. Fikir vermə, отпусти, принимай информацию, принимай вот это все, это самую информацию, надо принимать это все, boğazında kalsın, нельзя, все эти там слова говори. Все, себя успокой, и все, иди в жопу, öz işine meşgul. Вот эти разговоры, еще бетровно злато, не надо. Иди, уверен в себе. У тебя какие у тебя были, мечты? Ev almak, torpaq eləmək, правильно? И Ирланда, это самая квартира almak. Все, у тебя вот это прежде всего, а вот это все, жопа, вот эту карту, пошла на к черту, если честно говоря. Вот если прям волосы на torpaqda. Все, все верно, еще olmasın, все. Продолжай свою работу, все, первоначально, что ты должна делать, все. İnan ki, sen zaborun pulunu dinlenmenden almayacaksansa, ben de dinen uca calıba dinen yazmayacağım. Öyle dinen. O senden zaboru şeyin pulunu istemir ki, sen tarafta olan zaboru, правильно? А остальные люди, знаешь, что говорят? Давай мы это пополам. Pulun yarısını yanı ki, ben vermişim, ne kadar pul vermişim, допустим, da, yarısındaki sen vermezsen bana. Понимаете, cemaat belə edir. O ki, sen onu demir. Если честно, da, öz aranızda. Əslində internetim yoxdur qızlar. Pulla internet almışam, onu işlədirəm. 26-sı olacaq öz internetim. Hə, bilmirəm, dedim bu haqda, demədim bu haqda. Səhərdən da hər cürə fikirləşdim. Deməli, mən sizə dedim, bəlkə də başınız ağrıdım, neysə ki, uçastıqda, torpaqda qonşumuz bizim yerimizə hardakı 40 metrdir, oradan 20-23 santimetr götürüb özünə. Mən bu da hardasa 8-9 kvadrat metr eləyir. Siftə biz dedik ki, əş olsun. Sonra evə gəldim, fikirləşdim ki, niyə olsun ki, olmasın. Podruqam köməyi ilə qonşuma SMS yazdım WhatsAppdan ki, bəs siz biraz bizim hissəyə girmisiniz? Geodeziz qoyduğu toçkaları, daha doğrusu geodeziz qoymalıdır yerinə toçkalara sadəcə sizin zabor imkan vermədi. Ona görə zaborun bu bir tərəfinə qoymuşuq. Fikirləşdim ki, qoy zaborunu yerinə çəksin. Mən də öz haqqım olan 10 sot işlədim. Niyə mən də 9 quyruqla olmalıdır, onda ondan çox olmalıdır. Üzrüsən, inanın bütün gün yoxlayıram. Bunu bunun WhatsApp'ına yazdıq, heç nə yazmadı. Heç oxumadı, bir dənə qalaçkaydı. Sabahsı günü götürdüm, bunu kopirovat elədim, bu yazdığım mətni SMS-dən göndərdim, məktub yerindən göndərdim. Oxuyub, axşam mənə cavab yazmışdı. Yazmışdı ki, yəni bu səhər oxumuşam da onun cavabını. Yazıb ki, siz təzədən geodeziz tutun, qoy təzədən ölçsün toçkaları. Yəqin sizin geodeziz düz ölçməyibdir. Mənim zaborumdan sonra ölçün. Onu da zaborundan sonra ölçə bilmərəm. Axı biz Sputniklə ölçürük. Yəni hökumətin verdiyindən kənara çıxsam ştrafdır. Sizin uçastıqın yarısı kanavaya tökülübdür. Ona görə sizdə toçkalar gəlir bizim sahəyə düşür. Halbuki geodeziz qoyduğu toçkadan nə qədər sonra torpaqdır, sonra kanavadır. Nətər bizim torpaq kanavaya tökülüb bilmirəm. Həm kanavaya tökülsə belə kanava orada hündür olardı da, elə deyil. Mən bizim zaborumuz
arxadakı qonşunun zaboru ilə bir riyad gedir. Onda belə çıxır ki, o da giribdi qonşusunun hissəsinə. Mən zaborumu dəyişməyəcəm. Dəyişmək fikrində deyiləm. Bu 100% belədir. Mən də oturub fikirləşirəm. Nə qədər fikirləşirəm, gah deyirəm ki, mənim haqqımdır. İstəyirəm, gah deyirəm ki, əşi, boş ver getsin Günel, indiyənə kimi torpaq. İndiyənə kimi deyirsiniz, hardaydınız? Əşi, sənə nə var, mən hardaydım? İstəyərəm hindi torpağın üstünə düşərəm, istəyərəm 10 il sonra torpağın üstünə düşərəm. Bu, heç kimə haqq vermir ki, gəlsin mənim torpağımdan bir hissə götürsün. Hökumət sənə nə verib, onu istifadə elə də. Səhərdən bilmirəm, biraz hirslənirəm, deyirəm ki, yox, buna indi yazacam ki, heç nə bilmirəm, ya çəkirsən zaboru, ya mən səndən şikayət eləyəcəm. Mən onu şikayət eləsəm, onu gətirib hardasa 5000 ştraf eləyəcəklər və məcbur eləyəcəklər ki, zaborunu götürsün. Mən də istəmirəm aranı vuraq, çünki o qonşu ilə biz neçə illər qonşu olacağıq da, nə bilim, bilmirəm, gah elə fikirləşim, gah belə, gah deyirəm, əşi 20 santimdir da, gah deyirəm, əşi yox, 9 kvadrat metrdir. Belə uzunluğuna olan hissə 9 kvadrat metrə gəlib çıxır. Hələ bayaq sizə danışanda da çəkmişdim. Baxın, bu mənim torpağımdır və elə bir ki, torpağın bu hissəsindən hardakı 40 kvadrat metrdir. 40 metrdir. Hardakı 40 metrdir. Buradan 20 santim götürübdür. Belə. Və mənə bu qədər hissə saxlayıbdır. Siz olsanız nə edərdiniz? Papa siftə tərəfimi saxladı. Sonra dedi ki, Günel, 20 santimdən ötürü aranı pozassan. Elman deyir ki, yaz getsin. Yaz getsin, sən öz hissəni istəyirsən. Mən də siz nə fikirləşirəm? Fikirləşirəm ki, böyüklük göstərim öz tərəfindən yazım ki, yaxşı. Üstünə düşmürəm o 9 kvadrat metrin. Bu qoy böyüklük məndə qalsın. Sonra fikirləşirəm ki, axı bu demir, bu deyir ki, mən düpədüzəm, siz səhvsiz. Yəni bu deməyəcək ki, Günel ağıllı iş gördü, eləmədi, mən şikayət eləmədi. Bu deyəcək ki, Günel qorxdu, dala verdi, sustu, oturdu. Elə deyəcəkdir. Sonra fikirləşirəm ki, gələcəkdə, niday box, Allah eləməsin, yenə də, əgər satası olsaq bu torpağı, o da mənə ziyan ola bilər. Sonra istəmirəm ki, sonra uşaqlar yenə deyirəm, satıb eləmək istəsələr, problem yaşasınlar nəsə. Sonra deyirəm ki, bezdim məhkəmələrdə gəzməkdən. Bəlkə də oradan da boş verim getsin. Öz vicdanına qalsın. O qədər şey fikirləşəm, inarsız bütün gün başım partlayıb da, üst-üzə sağlıq. Fikir eləməkdən. Papa deyir ki, Günel, gəl, saxlayaq necə var? Dalş işlərimizi görək, zabor falan qoyaq, nə bilim. Bir padruqam var, o da deyir ki, Günel, pulla alsaydın, adam yanardı ki, bu nə deməkdir, mən bunu pulla almışam, sən mən hissəmi götürmüsən. Pulla almamısan ki, hökumət veribdir. Boş ver, bağışda getsin ona. Deyirəm ki, bağışda, axı deyə bilmirəm ki, yaxşı, gözümü yumuram, amma ki, sən də məndən zaborun pulunu istəmə, məsəl üçün. O deyə bilər ki, zabor ikimizin də zaboru sayılır, yarı pulunu sən ver. Çünki bu boynuna almır ki, o zabor mənim hissəmə keçib. Bu deyir ki, mənim zaborum düpədüz dayanıbdır, amma %100% əminəm ki, orada yaşayanların heç biri qədəziz çağırmayıbdır. Heç biri. Hətta padruqamdan soruşdum, neçənci ildə tikişməyə başlayıb, neçənci ildə oranı ağacların falan söküb. Padruqam mənə hamısını dedi. Qonşun nə vaxt başlayıb, nə edib birinci, hamısını deyir internet. Belə, papa da iş yerindən taxtalar gətirmək istəyir. Amma ki, gətirsə hara qoyacaq? Yenə zabor olsaydı, bilərdik ki, heç kəs götürməyəcək, oğramayacaq. Başa düşürsüz nə demək istədiyimi? Ona görə zabor işinə baxmaq lazımdır. O ağacları sökmək üçün icazə kağızı ayın 30-undan sonra gəlsin. O ağacları oradan tutağalım ki, qırxdıq, tökdük, odun elədik, odun.
odun eləsək də ağacları hara qoyacağıq ki, yenə də gərək zabor olsun. Yəni ilk işimiz zabor axtarmaq, elektro yox, benzopila axtarmaq, izabor işinə baxmaq. Artıq saat 3 çoxdan olubdu. Durum geyinim gedim evə. Saat 5-ə işləyib gəldim, çatdım evə. Sadəcə avtobusu çox gözlədim. Avtobusu çox gözlədim deyən belə oldu. Gəlmək istəmirdi avtobusumuz. Bir qəşəng, bir dadlı, bir qəşəng. Da bilmirəm nə deyim. Fövqəladə salatımız var ki, gəl görəsən. Tərkibini bilmirəm, amma özü çox dadlıdır. Gördüklərimi deyə bilərəm ki, pomidor, xiyar, biber, soğan, ət var, ət. Əti qəşəng qızardıblar, sonra qaynadıblar. Qaroq. Sonra nə var? Çisnok var, hə. Çisnoku qovurub tökübdü yağla bir yerdə. Göyərti var. Soslardan nə var? Soya, уксус, tuz istiyor, paprika 100%, da? Hə. Kişniş, reyhan. Ən axırda da elə gördüyüm oldu ki, yağda sarımsağı qovurdu. Sarımsaq idi. Sarımsağı qovurduq, tökdük üzərinə. Qəşəng, dadlı, ləzzətli, ətli salat, amma əti yoxdur. Kimsə deyəsə ətlərin yeyib qurtarmışdı. Ha, nədir? Ət qal. Dünən bir nəfər tərifləyirdi ki, nə qəşəng yumşaqdır əti, nə qəşəng yumşaq. Yəqin yeyib qurtarıb. Belə. Deməli qızlar, yeməyimi yedim. Getdim, uzandım, köyləli yemək yerinə kimi biraz uzanım. Sonra gəlib kuxlanı yığışdıraram. O yatan yatmışam, saat indi 9-a qalıb, hələ də yuxudan durmuşam. İndi ləliş yatır. Gətirim mən də, kuxlanı yığışdırıram, qəşəng. Heç bilmirəm sizə nə çəkim. Yer yığışı çəkmək istəmirəm, o evdə bütün günü yer yığışına məşğulsuz. Я, короче, плюс-минус посчитал. Мне надо 24 000. На что? Ну смотри,